Bəli, biz hazırda Pirşağıda kanalizasiya kollektorunun inşası gedən ərazidəyik. Qeyd edeyim ki, bu kollektorun ümumi uzunluğu 32 kilometrdir. Kollektorda müxtəlif mikrotunellər, nasoslar da tikilir kollektorla bərabər. Ümumi məlumatların verilməsi üçün isə mən bu prosesin layihə rəhbəri olan Rasim Səmədova sözü ötürmək istəyirəm. Salam Rasim müəllim. Hazırda proses hansı mərhələdədir və nələr nəzərdə tutulub? Hal-hazırda işlərin demək olar ki, 70%-dən çoxsu inşa olunubdur. Layihəmiz hal-hazırda işlədiyimiz mərhələ Pirşağı, Birgə Pirşağı üzrə gətirici kanalizasiya kollektor xəttidir. Həmin xətt deməli 5337 metr burada mikrotunel olacaq, şaxtalar vasitəsilə tikiləcəkdir. 4004 metr bizdə 600'lük 500'lük korku boru, gətirici korku borudan inşa olunasıdır. 3387 metr bizdə 1200'lük dəmir beton borular quraşdırılır. Hal-hazırda bu dəqiqə 1200'lük boru xəttinin quraşdırılması sahəsindəyik. Bəs bu proses hansı ərazilərin tullantı sularının təmizlənməsi, idarə olunmasına yönəlib? Bu Bakı ətrafı qəsəbələrin Birgə, Nardaran, Pirşağı, Goradil, Fatmayı, Novxanı üzrə bütün qəsəbələrin su xətti bu kanalizasiya kollektoruna qoşulacaq, kanalizasiya xətti bu kanalizasiya kollektoruna qoşulacaq və Pirşağı ərazisində olan çirkab sularının təmizlənmə məntəqəsinə yönəldiləcəkdir. Təşəkkür edirəm. Qeyd edeyim ki, Bakı ətrafı qəsəbələrdə bəzən su basma hadisələri də baş verir. Bu kollektorun inşası ilə biz bu hadisələrin sonuna görə biləcəyik. Həmçinin Kürdaxanıda və Zabratda olan göllərin də ekoloji tarazlığı təmin ediləcək.